Bugünkü mövzumuz autizmlə bağlıdır. Bu ailənin ayaqda qalması çox önəmlidir. 1 yaş 8 ayında bir geriyə Belə. getdi və başladı onlar itməyə. Yəni o heç bir qrupa özünü aid edə bilmir. Oğlanlar daima deyirlər bir tənbəldir, bir danışmır, qızlar daha aktiv olur. Bir 4 yaşında, 3 yaşında gələn bir uşaqlar artıq valideyn özü yetəri qədər məlumatlıdır ki, autizm nədir? Təlimə deyir, maddi tərəfdən dəstək yoxdur, amma nənə, baba, ata molla yanına Bəli. gedib dua yazır. Hə, uşaq baxımsız qaldı buna. Bunun tibbi səbəbi nədir? Pəhrizi də burada çox danışır valideynlər. Davranışları əzbərləyib və özləri də cəmiyyətdə özlərini o cür aparmağa çalışırlar. Salam, səhnə arxasına xoş gəlmisiniz. Bugünkü mövzumuz autizmlə bağlıdır. Cəmiyyətdə danışılan bir çox bu mövzu haqqında yanlış bilinən doğrular var. Bugün bu podkastımızda bu mövzuya aydınlıq gətirəcəyik. Hamınızı salamlayıram. Bugün qonağımız uşaq və yeniyetmə psixiatrı Vəfa Şirinovadır. Xoş gəlmisiniz Vəfa xanım. Təşəkkür edirəm, xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Uğurlu podkast davamlılığını arzulayıram sizə. Yeni işlər bizdə uğurlar. Təşəkkür edirik. Vaxt itirmədən doktor ilk sualımızla başlayaq. Bayaq qeyd etdiyim kimi mövzu cəmiyyət arasında çox danışılan mövzulardan biridir və bəzi doğrular danışılır ki, amma əslində onlar yanlışdır. Bu gün bunlara bir üzərindən keçərik. Gəl ilk sualımız belə olsun. Autizm doktor nədir və əslində nə deyildir autizm? Çünki çox vaxt bu mövzu düz əlamətləri bilirik, internetdir, süni intellekt, hər şey öyrənmək olur. Amma bir sizin kimi doktorun dilindən məncə valideynlərin eşitməsi daha yaxşı olar ki, autizm əslində nədir və nə deyil? Ümumiyyətlə autizm nədir? Bir uşaq yeniyetmə psixiatrı üçün yəqin ki bir 20 il öncə məsələn mən iş fəaliyyətimə başladığım zaman bir 18 il öncə bu diaqnozu qoyduqdan sonra uşaqlara valideynə bunu necə izah edəcək və gələcək həyat xəritələrini necə izah edəcək, bunu etmək çox çətin idi. Azərbaycan reallığında bunu etmək daha ağır idi. Çünki yetəri qədər mərkəzlər, yetəri qədər psixoloqlar və maariflənmə prosesi indiki qədər deyildi. İndi artıq bu diaqnozu səsləndirmək bir uşaq yeniyetmə psixiatrı üçün qat-qat daha rahatdır. Amma indi bir maraqlı məqam var. Bizim rolumuz uşaq yeniyetmə psixiatrı kimi artıq gözlə görsənə biləcək ailələrin özlərinin belə yəni tanıması və siz dediyiniz kimi bu süni intellektdən istifadə edərəkdən sual verib və nəticə cavab onsuz ala biləcəklərindən daha bir fərqli davranmaqdır. Yəni biz erkən bir autistik spektrum pozuntusunu artıq aşkar edib və ailəyə ən xırda dönəmlərindən, ən kiçik dönəmlərindən, yəni artıq hətta bəzən 3 aylığından, 5 aylığından, 9-10 aylarından belə ailə üçün yəni bu uşaqlara yəni aşkar etməyi, onlar üçün yol xəritələrini göstərməyi öyrətməliyik. Çünki artıq 4 yaşında, 3 yaşında gələn bir uşaqlar artıq valideyn özü yetəri qədər məlumatlıdır ki, autizm nədir? Autizm ilk növbədə bunu deyim ki, yəni əsr boyu artıq 100 ildən artıqdır. Təxminən hər kəs bütün dünyada bunu Leo Kanner olaraq 1943 adlandırırdılarsa, amma daha sonra hörmətli professorumuz Nəhayət Motavallıdır. Ümumiyyətlə digər ədəbiyyatlar da göstərdi ki, əslində bir rus psixiatrı qadın, hansı ki ilk olaraq yəni bu autizm haqqında məqaləsində bir araşdırma aparıb və bu haqqda geniş məlumat vermişdi. Təxminən bunun üstündən bir əsr keçir artıq. Orada belə yəni bu bir əsr ərzində dəyişməyən yeganə 2 yol var. Onlardan biri sosial-emosional inkişafdır. Digəri isə həmən o stereotip təkrarlanan davranışlar dediklərimizdir. Çünki nitqə gəldiyimiz zaman, çünki bir müddət nitqlə bağlı da fikirlər söylənilirdi ki, əgər nitqi yoxdursa autizmdə nitq olmur, amma daha sonralar əlbəttə ki bu aşkarlanır və siz də yəqin ki praktikavızda görürsünüz ki 2 yaşında uşaq, 3 yaşında uşaq yəni cizgi filmini əzbərə danışa bilir, bütün musiqinin bütün sözlərini əzbər bilir, amma bir tək məsəl üçün əzbərlədiyi kəlmələr varsa, yəni 5N bir kartın hamısını əzbər deyə bilər, amma adını soruşduğumuz zaman həmən o sosial, emosional kontakta girib və bir tək adına cavab verə
bilmir, məsəl üçün davamlılığını qoruya bilmir ünsiyyətin. Ona görə autizm dediyimiz zaman bu ailələrin də artıq belə deyək də ChatGPT-dən girib soruşduqları kimi deyil də. Yəni birincisi olaraq yəni istəyirəm ki, hər kəs ayırd eləsin ki, bu ilkin yaş dönəmlərindən belə, yəni doğumundan belə sezilə biləcək sosial, emosional inkişafda olan fərqliliklər və həmçinin stereotip və davranışlarda olan təkrarlanan hərəkətlər, davranışlar nəzərdə tutulur. Çox eşidirik, istər həkimlər tərəfindən, bəzən reabilitasiya mərkəzlərində psixoloqlar tərəfindən autizm spektr pozuntusu sağalırmı? Bunu iddia edənlər var. Bəzən olur ki, yəni valideynlər əsasən də yəni belə deyək də əsəb, sinir deyərəkdən nerv yəni nerv patoloqlara ilk olaraq müraciət edirlər və müraciət etdikləri zaman bəzən əlbəttə nevroloqlarda psixiatr olmadıqlarına görə onlar daha çox ilkin o belə deyək də sinir elementlərinin toparlanması zamanı bəzən deyə bilirlər ki, autizmdən çıxıb artıq autizm deyil, sadəcə autizmin spektridir və yaxud da deyirlər ki, autizm spektrinin sadəcə əlamətləridir. Amma belə bir anlayışlar yoxdur. Yəni 2013-cü ildən bəri ümumiyyətlə autistik spektrum pozuntusu niyə deyirlər? Mən hər zaman ailələrə belə loru dilində belə başa salıram ki, düşünün sizin bir kiloqramlıq bir ağ bir boyanız var və 1 kiloqramlıq ağ boyanın içərisində siz 1 kiloqramlıqda məsələn göy rəngdə bir boyanı qaçışdırırsınız. Necə bu göyün tünd çaları alınarsa, amma bəzən 1 kiloqramlıq ağ bir boyanın içərisinə siz düşünün ki, bir damcı göy boya qarışdırırsınız. O isə çox açıq çalar alınır. Bunlar hər ikisi də göy rəngin ağın içərisində olan çalarıdır. Yəni autistik spektrum pozuntusu dediyimizdə, yəni autistik əlamətlərin bəzi, yəni çox, yəni artmış və daha azalmış olaraqdandır. Amma bu yenə də autistik spektrum pozuntusudur və bu yenə də həmən əvvəllər 2013-cü ilə qədər autizm, Kanner sindromu, uşaq autizmi, yəni bunların hamısının Asperger sindromu, yəni bunların hamısının birgəsidir sadəcə. İndi səsləndirdiyimiz, yəni yeni kriteriyalara görə, yəni xəstəliklərin beynəlxalq təsnifatı 11-ciyə görə və DSM kriteriyalarına görə bunlar sadəcə autistik spektrum pozuntusu səsləndirir. Amma bunlar hamısı həmən o sadaladıqlarımızdır. Və bu beyində olan neyronların, yəni neyronlar arası əlaqələrin fərqli quruluşu deməkdir. Yəni ona görə bu bir ömür boyu qalacaq bir şeydir. Sadəcə zaman keçdikcə, illər ötdükcə, uşaq böyüdükcə, sosial ünsiyyət və coping mexanizmları daha yaxşı olduqca, yəni sosial mühitə adaptasiyası olduqca, özünün fərqindəliyi və davranış və stereotip davranışlarını daha kontrolda saxlayıb da daha cəmiyyətə belə deyək, uyğunlaşdıqca, çünki bu cəmiyyətdə bu qaydaları qoyan həmən o tipik insanlardır. Onlar sadəcə həmən o tipik insanların qoyduğu bir cəmiyyət qaydalarına adapte olunduqca, belə deyək, o zaman onların əlamətləri sadəcə azalmış olur. Yəni getmir, heç yerə itmir. Sadəcə onlar cəmiyyətin qaydalarına uyğun olaraqdan həmən əlamətləri daha kontrol etməyə və cəmiyyətə daha bənzər olmağa başlayırlar. Bu da yəqin ki, düzgün müalicə və düzgün təlim nəticəsində uşaqların yeniyetmələrin irəliləyişi erkən başlayan, əlbəttə ki, reabilitasiya, erkən başlayan müdaxilə hər zaman həlledicidir. Doktor, müalicə demişkən biraz dərman və peyvəndlərə də toxunaq. Siz özünüz də bilirsiniz ki, təcrübənizdə və bizdə də qəbul etdiyimiz valideynlərdə daima belə bir düşüncə olur və son zamanlarda Amerikanın prezidenti də belə bir dərmanla bağlı hamiləlik dönəmində qəbul olunan dərman preparatından danışdı və valideynlər əksər çox o sual, şübhə daha çox artdı ki, mənə məsələn, mən həkim olmasam belə soruşurlar ki, doğrudanmı elədi? Bəlkə mən də bu dərmanı içmişəm, bu təsir edibmi? Və bir də daima illər keçsə də, nə qədər inkişaf etsək də bu peyvənd mövzusu daima var. Filan kəsin uşağı peyvənd olunmamışdı, o autist deyil, amma mən övladım peyvənd olunmuşdu, bəlkə elə peyvənddəndir. Sizlər nə qədər bunu inkar etsəz də, daima bu danışılır. Aktiv olan bir autizm tərəfdə bir mövzudur. Müalicə olmuşkən bir ona toxunaq. Elmi olaraq, yəni bu dərmanların və peyvəndlərin autizmin yaranmağında bir rolu varmı doğrudanmı?
Okey, siz adətən ən önəmli və ən sonda verilən sualı lap başda verməyə başladınız. Birinci ondan başlayaq ki, deməli, mən sadəcə öz praktikamla birinci bunu vurğulayacağam və sonra vurğulayacağam ki, mən kiməm ki, bu ancaq bu cürə deyim. Çünki məndən illər öncə də daha savadlı, daha ağıllı və bunun daha elmi araşdırmasına aparan insanlar da aşkar ediblər ki, peyvənd heç bir halda autizmə səbəb olmur. Bir daha buradan duyuraq bütün valideynlərə. Çünki mənim öz praktikamda belə bir 17 illik bir praktikamda heç peyvənd olunmamış ailələr var, amma hansılar ki, onlar da uşaqlarında autistik spektrum pozuntusu diaqnozindən gəlirlər, müraciət edirlər. Peyvənd mövzusu ümumiyyətlə hər zaman düşünürəm ki, yəni illər boyu necə olubsa, yəqin ki, indən belə də hər zaman davam edəcəkdir. Çünki ümumiyyətlə peyvənd mövzusu hər zaman insanlar üçün bir sualdır. Çünki kənardan belə deyək də yerləşdirilən və yeridilən bir şeydir və hər zaman peyvənddə əlbəttə ki, insan orqanizmi bir müdafiə mexanizmini işə salmağa başlayır və hər zaman da yəni bir peyvənd prosesində hər hansı bir uşaqlarda belə və yaxud da yaşlılarda COVID məsələn peyvəndlərində belə bir daha sonrakı bir ağırlaşmalar görürük. Sadəcə autistik spektrum pozuntusu və peyvəndin bu qədər yəni mütəmadi və müzakirə olunma səbəblərindən biri həmin o 2 yaşda ən çox uşaqlarda autistik spektrum pozuntusu dönəmlərində yəni o reqres prosesinin olmasıdır. Yəni o həmin dönəmə xas olduğuna görə, həmin dönəmdə daha çox gördüyümüzə görə adətən bunu valideynlər birbaşa peyvəndlə əlaqələndirirlər. Və bəzən olur məsəl üçün ailələrə deyirik ki, uşağın peyvənddən öncə bir videosu varmı? Məsələn, əvvəllər bunu demək daha çətindir. Bir 10 il, 15 il bundan öncə bir video istəyə bilmirdi, amma indi rahatlıqla yəni uşağın 1 yaşındakı, yaş yarımındakı, təxminən 1 yaş 8 ayındakı videolarına baxdıqda belə, hətta həmin o məsəl üçün ən çox bunu AKDS peyvəndindən əlaqələndirirlər. Peyvənddən öncəki artıq bir videolara baxdıqda belə artıq uşağın bir balaca sosial yəni geri çəkilməsini görə bilirik. Və ailələrə daha məsəl üçün titiz suallar verdiyi zaman onlar da deyirlər ki, hə doktor əslində hardasa 1 yaş 3 ay, yəni hardasa 15-16 ayında artıq uşaqda bir o reqres prosesini ilkin olaraq sezirlər. Sadəcə 2 yaşında artıq bu daha bariz görsənir. Çünki 2 yaşında həm yaşıdları olan digər uşaqlar danışırlarsa, daha aktiv öz istəklərini bildirirlərsə, jestlə öz fikirlərini çatdırmağa çalışırlarsa, valideynlər daha çox onda hiss etməyə başlayırlar. Və peyvənd mövzusu son vaxtlarda da Amerikada da Trumpla bağlı və bu VOZ-un deməli Ümumdünya Səhiyyə Təşkilatının bu bir araşdırmaları yenidən başlayıblar. O ki qaldı son bu dərmanla bağlı, məşhur parasetamol dediyimiz dərmanla bağlı hələ bir nəticə yoxdur. Biz də gözləyirik səbirsizliklə. Çünki bir ara 80-ci illərdə hardasa deyirlər ki, autizmin müalicəsi üçün məsəl üçün Amerikada keçi südü var. Həmin o keçi südü autizmi sağaldır deyə və külli miqdarda SNG ölkələrində belə insanlar yəni Amerikadan o südü gətizdirməyə çalışırdılar. Daha sonra məsəl üçün dönəm-dönəm məsəl üçün glutein bu pəhrizlərindədirlər. Dönəm-dönəm müxtəlif aparatlar yəni alternativ olaraq təklif olunur. Yəni dönəm-dönəm bir şeyin belə deyək də hələ ki bir etiologiyası, yəni yaranma səbəbi birbaşa məlum olmadığı zaman hər kəs bir konkret bir variantlar sürür. Ona görə hər kəsin bir alternativ düşüncələri və müxtəlif bir pozisiyaları olur və hər kəs həmin o inandıqlarının arxasınca gedib və onu daha çox axtarmağa başlayır və insanlar da yəni mən həmişə bir kəlməni deyirəm ki, axtaran tapır adətən. Yəqin ki, məsəl üçün bir də valideynlər anlaya bilmirlər və daha çox bəzən böyük ailələrdə yaşayan anaları qınamağa başlayırlar ki, sən yəqin doğru davranmadın, ekranın qarşısında oturdun və həmin vaxtı yəni zaten bir belə deyək günah keçisi axtarılır və peyvənd məsəl üçün həmin dönəm üçün hansı ailə ki daha sağlam düşünür, hansı ailə ki daha ananı günahlandırmamağa meyillidir. Yəni bunun üçün bəzən bu səbəb yetəri qədər yaxşı səbəb olur. Bəs Vəfa xanım, buna əlavə olaraq suala bir şey deyim.
bəzən oxuyuruq bu haqqda ki, müəyyən dövrlərdə səhv etmirəmsə timerosol, Bəli. civə tərkibi, sonra peyvəndlərdən çıxarıldı. Bəli. Bu bununla əlaqədar ola bilər. Əlbəttə o ağır metallardır. Ağır metallar onsuz da, yəni peyvənd dövründə bayaq ona görə söylədim ki, zaten orqanizm bir mübarizə mexanizmini işə salır və həmin dövrdə uşaqların temperaturu da qalxa bilir, yəni uşaqlarda hər hansı başqa bir iltihabi əlamətlər də formalaşır. Bəzən həmin yeridilmiş peyvəndin bənzər xəstəliyi belə ortaya çıxır, hansı ki bu peyvənddən gözləntilərimizdir. Amma hər bu uşaq bunun öhdəsindən gələ bilirmi? Yox. Hər uşaq öhdəsindən gələ bilməmə səbəblərindən biri yəqin ki, zaten hər hansı bir beynində artıq onun inkişafında fərqliliyi olan bir uşaqlar üçün bunun öhdəsindən gəlmə prosesi, yəni məsəl üçün həmin o ağır metalların olduğu zaman, yəni bu prosesi daha da ağırlaşdırır əlbəttə ki. Yəni bu necə ki birincili olaraq bir qrip məsəl üçün xəstəliyi var, bir loru dilində belə başa salsaq, düşünün ki, ikincili olaraq da yəni məsəl üçün hər hansı bir uşaq bir yıxılır və başqa bir infeksiyada yaxalanır. Çünki həmin o çirkab yerdən tutaq ki, bir başqa da bir bakteriya qazanır. Məsəl üçün virus infeksiyası vardı, indi də bir bakteriya qarşılaşdı. Əlbəttə ki, xəstəliklə mübarizə aparma vaxtı bədən artıq öz mübarizə mexanizmlarını iki fərqli istiqamətə bölmüş olur. Bu da həmçinin həmin o peyvəndlərdə ona görə ağır metalların əlbəttə ki, təsirləri var idi və onlar daha sonra həmin o peyvəndlərdən çıxarıldı. Amma yenə də birbaşa olaraqdan, yəni peyvəndlərlə bağlı çox araşdırmalar aparılıbdır. Yəni və hər ildə bu məqalələrin yəni ardı sırası kəsilmir. Çünki hər kəs bunları aparmaq və onlar maraqlı olur ki, çünki əvvəllər bu araşdırmalar ancaq Amerikada, Kanadada və məsəl üçün inkişaf etmiş Avropa ölkələrində aparılırdısa, amma daha sonralar digər ölkələr də öz əhalisinə uyğun olaraqdan və çünki hər ölkənin peyvəndlənmə axı qrafiki biraz fərqli ola bilir. Məsəl üçün Avropada, SNQ ölkələrində, Amerikada bunlar bir-birinə fərqlənir. Ona görə araşdırmalar müxtəlif istiqamətə gedir və heç birinin bu dəqiqə əllə tutulacaq, yəni peyvəndə bağlana biləcək bir nəticəsi yoxdur. Bəs Vəfa xanım, bir sual verim. Valideynləri ən çox maraqlandıran odur. Deyək ki, evdə autizm spektr diaqnozu daşıyan bir uşaq var. Digər övladı dünyaya gətirmək istəyir və valideyn narahat olur. İkinci övladımda bu uşağın görülmə sıxlığı nə ola bilər? Bu ən çox deməli, yəqin ki, yaralı mövzulardan biridir. Çünki valideynlərdən ən çox müraciət edirlər bununla bağlı. Soruşurlar ki, doktor, bizim evdə məsələn bir böyük uşağım autistik spektrum pozuntusu var. Hətta ikincimin də autistik əlamətləri var. Mənim təcrübəmdə belə bir ailələr var. Bəs biz üçüncü evlad düşünürük, heç olmasa, bəs biz olmadığımız zaman. Çünki bu ailələrin ən böyük narahatlığı və tədirginliyi olur ki, biz olmadığımız zaman bu uşaq necə olacaqdı? Yəni bu hər zaman onlar üçün ən ağırlı mövzudur və evdə o bir uşaqdan başqa artıq ikinci uşağın da belə olması ailə üçün ümumiyyətlə daha böyük bir narahatçılıq, bir yük kimi olur. Hətta doktor, sözünüzü kəsim. Hətta məsələn mən belə valideynlər var ki, bir dənə övladı var, ikincini övladı olmağı narahatdır, tədirgindir ki, çünki eşitmişəm, maraqlanıram, görürəm ki, ikinci uşağın autizm olma ehtimalı hal-hazırda daha biraz çoxalıb. Hətta bir uşaqla olan ailələr var ki, ikinci övladı istəmirlər ki, qorxu var ki, bu bir dənə var, birdən o da autizm olar, biz necə edərik deyib bir uşaqda belə qalan ailələr var. Aynur xanım, hətta məsələn uşaq dünyaya gəldikdən sonra məsələn 1-2 ayından belə başlayaraqdan mütəmadi olaraq həkim müayinəsinə gəlib doktor bir dənə baxın, görün inkişafı doğru gedirmi? Doktor baxın bir dənə göz kontaktı elə bir yenə yaxşı deyil. Yəni mütəmadi olaraq valideyn maarifli olduğu zaman ona daha çətin olur. Yəni bu daha ağır bir prosesdir. Məsələn Down sindromu kimi bir xəstəliklərdə, ümumiyyətlə hər hansı bir sindromik xarakter daşıyan, genetik xarakter daşıyan xəstəliklərdə bunu aşkar eləmək daha asandır. Bilirsiniz ki, hamiləliyin artıq ilkin aylarında, ilkin həftələrində belə, yəni o məsəl üçün analizlər verib onu aşkar etmək olur və valideynin artıq özünün istəyindən, yəni hamiləlik sonlandıra bilər. Təəssüflər olsun, autizmin hamiləlik dönəmində aşkarı ilə bağlı
heç bir yəni tədqiqat yoxdur və heç bir araşdırma belə deyək aparılsa belə, amma bu araşdırmaların heç birinin nəticəsi yoxdur. Və ona görə də yəni belə bir statistikamız təəssüflər olsun öngörə biləcəyimiz və məsləhət edə biləcəyimiz, istiqamət verəcəyimiz yoxdur. Sadəcə mütləq digər evladları doğulduqdan sonra məsələn müşahidədə saxlamaqları, diqqətli olmaları, məsələn hər ayında olan uşağın inkişaf göstəricilərini daha ayıq-sayıq davranmaları gərəklilikdən məsləhət görürük. Vəfa xanım, bu cinsiyyət fərqlilikləri var. Yəni ikinci övladın deyək ki, oğlan olduqda risk daha çox alır və yaxud qız olduqda daha çox. Çünki oğlanlarda daha çox görsənir. Belə bir araşdırmalar varmı? Ümumiyyətlə autistik spektrum pozuntusu, yəqin ki, siz də bunu bir psixoloqlar olaraq Kəmal xanım özünüz də daha yaxşı bilirsiniz ki, oğlanlarda daha çox aşkar olunur, daha çox bunu görə bilirik. Bu da yəqin ki, genetik, yəni bir xarakter daşıdığına görə, nəyə görə? Çünki ümumiyyətlə autistik spektrum pozuntusu dediyimiz, yəni bu gen dediyimiz bir gende olan bir xəstəlik təkcə deyil də, yəni çünki onda bir bu genetik boom kimi sayıla bilərdi. Dünyada da ümumiyyətlə genetik boom deyə bir şey olmayıb ki, genetika birdən-birə dəyişibdi. Sadəcə, yəni oğlan uşaqları zaten, yəni belə deyək, daha həssas olduqlarına görə və qız uşaqlarının məsələn sosial kontaktları, sosial ünsiyyətləri daha yaxşı olduqlarına görə ümumiyyətlə qız uşaqlarının autistik əlamətləri olan qız uşaqlarına bəzən valideynlər daha gec müraciət edirlər. Daha çünki uşaqlar qızlarda daha az bunu hiss edə bilirlər. Oğlan uşaqlarda autistik spektrum pozuntusu 1-ə 4-ə nisbətdədir. Yəni qız yəni hər 4 oğlana bir qız olur və oğlanlarda bunlar daha bariz xarakter daşıyır. Çünki onların sosial kontaktları və həmçinin də stereotip davranışları daha çox görmüş oluruq. Nə edə bilərik məsəl üçün bu dövrlərdə biz stereotip davranışlarına görə məsəl üçün hansı ki oğlanlarda bu daha çox görürük, amma bundan başqa da yanaşı olaraq komorbidliklər var da, hansı ki təkcə autistik spektrum deyil, ümumiyyətlə autistik spektrum pozuntusu neyroinkişaf bir pozuntusu olduğuna görə neyroinkişaf pozuntusunda bizim diqqət əksilliyi, hiperaktivlik pozuntusu da var, spesifik öyrənmə çətinliyi var, nitqlə bağlı çətinliklərimiz var, tiklər var. Yəni bəzən bunları da yanaşı olaraq gördüyümüz zaman və biz bunları daha çox oğlanlarda görürük. Ona görə həmən yəni belə deyək, autistik əlamətləri daha oğlanlarda daha da çətin öhdəsindən gəlirik, nəinki qızlarda, yəni reabilitasiya prosesində. Bir dənə də maraqlı yadıma bir məqalə oxumuşdum. Nə dərəcədə biz psixologiya üzrə məqalələr oxuyanda bu elmiliyini bilirik də, hansı mənbələr daha. Bəli. Amma tibbi məqalələrdə biraz bilmirəm, indi sizdən soruşacağam onu ki, nə dərəcədə bu doğru mənbədən oxumuşdum bunu, yoxsa yox. Deyilirdi ki, orada qızlardakı o XX xromosomunda X-in o birisi köməyə gəlir. Yəni bu X-da olan bir problemdir deyə. İkinci o X köməyə gəldiyinə görə, ona görə qızlarda bu şiddətmi deyək, görülməmi deyək, daha az biruzə verilir. Yəni ona görədir bu. Bu doğrumu? Oxuduğum mənbə doğru muydu, yoxsa bu haqda istəyirəm sizdən soruşum. Bəli, məsəl üçün düşünün ki, məsəl üçün bir qadın və bir kişidir. Birində X-dir qadında, kişidə isə XY-dir. Yəni oğlan cinsi olduğu zaman yenə XY olur. Hansı ki, həmən o X-in belə deyək, zəif tərəfləri, Y-in zəif tərəfləri yəni bir yerdə toparladığı zaman daha ağır və daha bariz görürük və sizin dediyiniz misal X xromosom ikisi olduğu zaman, yəni bir bu X-da məsəl üçün olmayan və yaxud da çatmayan və yaxud da belə deyək də həmən o autistik əlamətlər olan sahələr, hansı ki, onlar paylanmış şəkildədirlər. Onlar bir yerdə deyirlər ki, biz onları tapaq və tapan adama da ümumiyyətlə Nobel mükafatı veriləcəkdir. Həmən vaxt əlbəttə ki, iki fərqli X xromosomun olması bu prosesi daha da belə deyək də biri digərinə tənzimləmiş olur ən azından və həmçinin yenə təkrar deyirəm, qızlarda olan həmən o sosial kontaktın, sosial ünsiyyətin daha yaxşı olması daha reabilitasiya prosesində də daha yaxşı və daha tez nəticələr vermiş olur. Qadınlar daha sosial, daha meyilli, daha danışan olurlar. Oğlanlar daima deyirlər bir tənbəldir, bir danışma, qızlar daha aktiv olur. Bir də doktor, biz dedik autizm ömür boyu davam edəcək bir fərqindəlikdir. Çox vaxt autizm deyəndə də kiçik uşaqlar nəzərdə tutulur. Amma ki, təbii ki, bu uşaq böyüyür, məktəbli olur, yeniyetməli olur. İstəyirdim biraz bu dövrlərdə hansı çətinliklər olur və bu çətinliklərdə valideynlər nələr etməlidirlər? Çünki uşaq
daha çox danışılır. Valideynlər bilinir, göz kontaktıdır, sosiallaşmadır, təlimlərdir, amma bu uşağın yaşı dayanmır. Təbii ki, artır. Məktəb dönəmi var, yeniyetmə. Bu dönəmlərdə ən çox sıx rast gəlinən problemlər nələr olur ki, ailələr orada çətinlik çəkirlər və necə orada müdaxilələr olmalıdır? Okey. Mən həmişə valideynlərə deyirəm ki, siz düşünün ki, siz bu məsələyə ancaq autistik spektrum pozuntusu tərəfindən baxsanız, yəni siz çox da qabağa gedə bilməyəcəksiniz. Siz adi tipik uşaq düşünün. Adi tipik uşağın belə özünün inkişafında mərhələlərində yetəri qədər çətinliklərimiz olur. Yeniyetməlik dönəmində zaten bu uşaqların bir çətin dönəmləri olur. Məktəb dostlarıyla olan münasibətlərdə 7-ci sinifdə, 8-ci sinifdə oxuyan uşaqlar evə gəlirlər, əhvalları gündə dəyişir. Məsəl üçün, gah ağlayırlar, gah kaprizli olurlar, gah narazı olurlar ki, dostlarım yoxdur, gah özlərinin otaqlarına çəkilirlər, səbəbsiz ağlamaqlar, gah qucaqlamaq istəyirlər, gah tam tərsi toxunuşlara. Bir də düşünün, autistik spektrum pozuntusu əlamətləri olan bir uşaq, hansı ki, zaten sosial bir ünsiyyətdə, sosial kontaktında, özünü ifadə şəklində yetəri qədər çətinliklər var. Məsəl üçün, autistik spektrum pozuntusu olan uşaqlar daxı fərqli olurlar. Yəni, bir, məsəl üçün, mental retardasiya, yəni əlavə olaraq əqli geriliyi olanlarımız da var. Düşünün ki, məsəl üçün, bir 100 nəfərdən hardasa 20-sində, tutaq ki, 25-ində əqli geriliyimiz mütləq, məsələn, nitq problemlərini görmüş ola bilirik. Bəli, non-verbal olurlar, ümumiyyətlə sözləri olmur, amma jestləri falan bu zamanla inkişaf edir. Amma digərləri yüksək funksional, hansı ki, nitqləri var, özlərinin ifadə şəkilləri var, amma emosiyalarını ifadə edə bilmirlər. Heç cür öz emosiyalarını sona qədər zaten tanıya bilmirlər, duyğularını tanıya bilmirlər. Qarşıdakılarının duyğularını tanımaq çətindir. Yəni, ən çətin dönəmləri bu yeniyetməli dönəmində olur. Qızlarda xüsusən bu daha da çətin olur, hansı ki, aybaşı dönəmlərinə yaxın bir zamanlarda daha çətin olur. Çünki valideynlər və analar çox stres yaşayırlar ki, bu necə bunu başa düşəcəkdir, necə özünü kontrol edəcəkdir və biz evdə böyük bir ailədə yaşayırıq, mən buna necə o qaydaları qoymaq, başa düşmür bunları və yaxud da məsəl üçün oğlanlarda, yəni düşünün, zaten çətin olan bir uşaq və bir də hormonal bir dəyişkənlik var. Cəmiyyətdə artıq həmən o balaca artıq şirin deyil, artıq böyüyübdür. Məsəl üçün, əvvəl onun otaqda oturub, məsəl üçün, yellənməsi, əvvəl əl hərəkətləri özünü sakitləşdirməsi, əvvəl evdə edən o hərəkətləri gəzməsi daha kiçik yaşda olarkən çox nəzərə çarpmır. Amma birdən-birə böyüyən bir evdə yekə oğlan və yaxud da yekə bir qız, düşünün ki, təkrarlanan davranışlar olur. Artıq valideynlər evdə olan əşyalardan belə şikayət edirlər ki, məsələn, divanlarımız çökübdür, tutaq ki, şikayət edirlər ki, divar mütəmadi olaraq eyni yerdən elə belə az qala, yəni belə əzilibdir, qabarlığı əmələ gəlibdir. Məsəl üçün, bir sürü yəni beləsi artıq ailə məişət zəminində problemlər başlayır. Məsəl üçün, hamamda olan təmizlik proseslərində, hansı ki, mən hətta böyük funksional cəhətdən, yəni yetəri qədər yaxşı və məktəbdə problemi az yaşayan uşaqlardan danışıram. Məktəbdəki ikincili problemlər nələr başlayır? Məsəl üçün, uşaq vaxtı daha sakit, daha qulaq asan, daha dinləyən, daha səliqəli oturan, dərsdə arada bir şəkil çəkən biri indi birdən-birə məsələn, əlavə səs çıxardandır, artıq daha qabarıq nəzərə çarpır ki, o uşaqlarla çox kobuddur, çox fərqlidir, müəllimlə artıq kobud rəftar edir, sözlərini sərt deyir və bu sərtliyinin səbəbini belə anlamır. Yəni, artıq məktəbdə belə, yəni həmən o dönəmdə yetəri qədər çətinliklər yaşayırlar. Bir də yeniyetməlik dönəmində artıq uşaqların öz aralarında bir qruplaşmaları başlayır məktəblərdə və birdən o başa düşür ki, o heç bir qrupa aid ola bilmir. Nə həmən o dələduz, aktiv qaçan və sinifi bir-birinə qatan, nə yaxşı oxuyan həmən o və yaxud da nə həmən o ortalama bir yerdə toplaşıb nəsə bir zamanla keçirdən, yəni o heç bir qrupa özünə aid edə bilmir və bunu da evə gəldiyi zaman da ifadə edə bilmir. Yəni, çox vaxtı bəzən olur ki, ümumiyyətlə valideynlər bu dönəmdə bizə müraciət edirlər. Yəni, həmən yaş dönəminə qədər heç bir çətinlik görməyən, yaşamayan valideyn, məsəl üçün, tək uşaq olub evdə və bunu normal olaraqdan valideynin özündə bir autistik özellikləri varsa, o bu situasiya çox normalizə davranır və yaxşı yanaşıbdır və hər şey qaydasında keçir və birdən yeniyetməli dönəmində valideyn uşağını gətirir və bəzi əlamətləri sadalayır və özü sadaladıqca belə, yəni anlayır ki, bu əlamətlər sonradır ki, məndə də əslində bunlar var idi, amma mən sonra gördüm ki, mənə qəribə baxırlar, bu keçdi, getdi.
Və bu dövrdə nə olmağa başlayır? Uşaqlar daha çox copy paste etməyə başlayırlar. Yəni onlar daha çox rol model götürürlər. Onları baxırlar, həmin o davranışları əzbərləyib və özləri də cəmiyyətdə özlərini o cür aparmağa çalışırlar. Yəni ona görə bir autistik spektrum pozuntusu, yəni artıq bir həyat tərzidir. Yəni o sadəcə başlayır və həyatın sonuna qədər gedən bir xarakter cəhətləri var. Sadəcə bir müddətdən sonra intellektual bacarıqlarına görə, yəni evdəki olan o dəstəyə görə, o həmin o copy-paste mexanizmlərini artırdığına görə sosial mühitdə artıq daha qəbul olunan olmağa başlayır. Bir də mən vurğulamaq istəyirəm, autizm spektr pozuntusunda müsbət tərəfləri də demək istəyirəm ki, məsəl üçün bu uşaqlar təlimə əslində yatqın uşaqlardır. Məsəl üçün dediyiniz problemli uşaqları biz yeniyetməlik dövründə və yaxud biraz aşağı yaş dövründə götürəndə zehin oxuma nəzəriyyəsi var da. Həmin nəzəriyyə ilə uşaqların üzərində işləyəndə uşaqlar nə edir? Artıq emosiyaları başa düşürlər, emosiyalarını ifadə edə bilirlər. Yenə də təbii ki, bu spektrum pozuntusudur. Uşağın həmin autizm spektr pozuntusunun dərəcəsindən asılı olaraq həmin o terapiyaya da cavab verəcək. İntellektual səviyyəsindən. Bəli, intellektual səviyyəsindən asılı olaraq. Amma yenə də bir şansımız var və bundan əlavə məsələn mərkəzlərdə var yaşam bacarıqları. Uşaqlar baxırsan akademik cəhətdən çox irəliləyiblər autizm spektr pozuntusu, amma bir ayaqqabısının ipini bağlaya bilmir, yeniyetmədir. Bir zəncirbəndi çəkə bilmir üst geyiminin. Yəni ona görə də sadəcə biz valideyn olaraq akademik bacarıqlar üzərində yox, mən bunu çox görürəm. Valideynin psixoloqa da gələndə, pedaqoqa da gedəndə uşağın IQ-sünün yüksəlməsi üstündə çalışır. Amma uşağın emosional zəkası, o gündəlik yaşam bacarıqları, bunlar bir kənarda qalır. Amma halbuki sabahları o bayaq çox haqlı dediniz ki, biz valideynlərin, mən də autizmli uşaq anasıyam. Yəni biz valideynlərin ən böyük narahatlığı bizdən sonra o uşaqlar nə olacaq? Kim onlarla olacaq, necə onlar yaşayacaqlar, bu bizim ən böyük narahatçılığımızdır. Və heç olmasa biz onlara müəyyən dərəcədə bu bacarıqları öyrətməliyik ki, onlar kimləsə də olsalar və yaxud biz keçən dəfə Aynur xanımla müzakirə elədik, nə qədər uşaqlar saydıq ki, müstəqil yaşaya biləcək uşaqlar. Türkiyədə, sosial şəbəkədə, dünya səviyyəsində, Türkiyədə nə qədər hətta bir bunları gənc saydıq. var, siz də mənə dediniz, Gülkan adında bir gənc var, ailəsi ilə ayrı yaşayır. İstanbulun başqa bir universitetdə qalır, Konya'da oxuyur. özü universitetdə oxuyur. Ailə başqa yerdədir. Bizdə Azərbaycandadır və mən pasientlərim arasındadır. Məsəl üçün bu il institutda qəbul olanlar var, artıq ikinci kursda oxuyanlar var, üçüncü kursda oxuyanlar var. Mən bəzən valideynlərə də misal olaraq deyirəm ki, bunlardan da danışmaq lazımdır ki, valideynlər daha ümidli, daha olsun, bəli, pozitiv tərəfi də, yəni ancaq ancaq valideynlərdən xahiş edərdik ki, onlar özləri bunları sosial şəbəkələrdə biz başqa yerdən izləməyək. Biz məsələn ki, bizdə də var. Təcrübəsindən danışırdıq bunu. Amma məsələn mənim praktikamda olub ki, mən valideynlərə deyirəm ki, belə şeylər var. Görürəm ki, valideyn biraz inanmır. Yəni artıq ona o qədər qəbullanıb ki, yəni universitet, başqa yerə getmək buna mümkünsüz kimi baxır. Amma var deyirəm, var belə faktlar. Universitetdə çalışan, universitetə qəbul olmuş uşaqlarımız var və çox yaxşı oxuyanlarımız var. Onlardan biri indi çəkə bilmərəm əlbəttə ki, keçən dəfə ikinci kursda oxuyur artıq və keçən dəfə deyir ki, bir qızdan xoşum gəlir. Mən deyir bilmirəm bunun adı nə deməkdir. Dedilər ki, bunun adı sevməkdir. Deyəsən deyir ona qarşı deyir, ona baxanda içim qıdıqlanır. Və deyir ki, o qız mənə dedi ki, mən ağıllıyam. Deyirəm ki, sən elə olduğunu, biz rus dilində danışırıq ona, deyirəm sən elə olduğunu düşünmürdün ki, yox deyir, mən bilirdim mənim bəzi ağıllı bacarıqlarım var, amma mən düşünmürdüm ki, qız bu bacarıqları aşkar edər. Yəni həmin o robotik nitqi var, çox maraqlı və çox maraqlı bir ünsiyyət üslubu var. Və belə uşaqlarımız çoxdur. Yəni hansı ki bu il universitetə hazırlaşanlar var, daha çox texniki yönümlüdülər, daha çox belə IT üzrə getməyə çalışırlar, daha çox yəni bu üzrə getməyə çalışır. Riyazi təfəkkürləri mükəmməl inkişaf edir. Rəsm bacarığı çox yaxşı olan uşaqlarım var, çox gözəl, mükəmməl şəkillər çəkir, mükəmməl animalar çəkir. O güclü yanlarından tutub inkişaf edir. Elə olmalıdır zaten. Mən həmişə valideynlərə
də deyirəm ki, tamam siz bilirsiniz bunun nə kimi çatışmayan, yəni tərəfləri var ki, daima düşünürlər ki, biz olmasaq, hətta biz olmasağı ailədə digər uşaqlara da yük kimi yükləyirlər ki, bax mən sabah olmasam qardaşım, zaten bizdə bu belə deyim də cəmiyyət olaraq milli mental bizdə onsuz da var. Valideynlərimiz həmişə böyük uşağı deyir ki, bax kiçik bacım ya qardaşın səmanın adətdir, müğayət ol, belə ol. Hətta ailə qurandan, bizdə o qorumacılıq ümumiyyətlə aşırı çoxdur. Ailə qurandan sonra hətta özümüz valideyn belə oluruq. Nəvə var, nəviyə gəlib baxma. Yəni bizdə zaten bu var və ona görə valideynlər daha belə deyim, ümidsizcəsinə, amma belə uşaqların məncə daha da sosial şəbəkədən mesaj kimi göstərmək, yəni siz sandığınız kimi deyil. Bizim bu tərəflərimiz də var və güclü tərəflərimizi aşkar eləyib, biz də həyat üzərində bəzi elə bizim dırnaq arası yaxşı bildiyimiz insanlar var ki, məsələn, evdə bütün gün oturur, heç nə ailəsinə dəstəkdir, nə valideynlərinə dəstək. Amma düşünürəm, elə uşaqların da daha göz önündə olub misal çəkilməyi lazımdır. Mən də Azərbaycanda tanıdığım doktor bir-iki gənc var, şirniyyat yaxşı düzəldili olan səhifələri var. Əl işlərini bacaran bir xanım qızımız var ki, təbii ki, ana ilkin olaraq mən daima valideynlərə deyirəm ki, ilkin mərhələ deyəndə bəzən uşağı mərkəzə qoyurlar, amma ilkin mərhələdə ailə mərkəzdə olmalıdır. Yəni o yəni neqativ tərəfinə yox, tamam, okey, bu var. Amma bunun mütləq yaxşı tərəfi də var. Və nə edə bilərəm ki, güclü tərəfində, məsələn, gözəl rəsm çəkmə qabiliyyətləri olur. Daha sonra əl işləri çox gözəl. Amma biz zaten bu bizdə həmişə var ki, oxumağı neçə aldın gəldin, 5 almalısan. Yəni hər kəs zaten oxumaya da bilər. Amma onun mütləq arxada insan olaraq dünyaya gəlibsə mütləq bacardığı başqa zaten valideyn onu kəşf etməlidir. Məsələn, oxumağın üzr istəyirəm bir tərəfi var ki, yəni düşünürəm ki, bu yəqin ki, uşaqlar, həmin bu autistik spektrum pozuntusu uşaqlarında çoxsunda valideynlərin qorxuları ki, mental gerilik olar və valideyn bəzən o mental geriliyi yəni daha çox qarşısını almaq üçün, yəni bir akademik tərəfə yönləndirməyə çalışır, amma məsəl üçün bir qəbulda da biz həmişə deyirik ki, yəni akademik bacarıqları, məsələn, bu uşağın akademik bacarıqları olacaqdır. Buna narahat olmayın. Siz onun sosial bacarıqlarını inkişaf edirsiniz, siz onun sosial tərəfini inkişaf eləməlisiniz və düşünün ki, bir 2 yaşında və yaxud da 2 yaş yarımında gələn bir ailə və 3 yaşında məsəl üçün artıq gəlmiş bir ailəyə birdən-birə uşaqları haqqında diaqnozu dediyi zaman hər zaman ailə hazır olmur və zaten onsuz da məşhur bir Gottman məsəl üçün bir psixiatr və psixoloqların demə ailədirlər, ər-arvaddılar. Onların araşdırmaları var ki, təxminən evladlarının 2 yaş yarım olan ailələr hər zaman ciddi bir belə deyək də dönəmlərdən keçirlər. Niyə? Çünki yetəri qədər ailə həm büdcəsi fərqli olmağa başlayır. Bir də düşünün ki, bu ailələr birdən-birə bir diaqnozdan rastlaşırlar və başa düşürlər ki, bu diaqnozlar bunlar bir ömür boyu yol çıxırlar və bu zaman təəssüflər olsun bizim milli mental xüsusiyyətlərimizə gəldiyimiz zaman ən çox yük valideynin üstün çiyninə, valideyn dediyimizdə ananın çiyninə düşür. Çünki bu zaman ata getməlidir, qazanmalıdır, maliyyə olaraq təmin etməlidir ki, həmən o reabilitasiyalarını, həmən o dərsləri qarşılaya bilsin. Həmən vaxtı ananın üzərində olan bu yük hansı ki, ana götürür, uşağı gedir, reabilitasiya mərkəzində olur, saatlardan orada oturur. Bəzən uğursuz günlər olur, hansı ki, o da motivasiyadan düşür. Sonra uşaqla evə gəlir. Uşaqla evə gəlib həm evinin xanımı olmalıdır, həm dadlı bişirməlidir, həm yoldaşı gələrkən güləriz olmalıdır. Eyni zamanda həmən bu uşaqla həyatını aktiv və yaxşı yaşamalıdır. Çünki tapşırıq veriblər ki, orada ki, siz bunları etməlisiniz. Yəni, bu zaman ailəyə hər zaman nənə ilə babalar da gəliblərsə, mən deyirəm ki, bu zaman bacara bilirsinizsə, dostək siz olmalısınız. Yəni, bişirə bilirsinizsə, evinin yeməyini bişirin, ev təmizliyini edin, edə bilirsinizsə, uşağı götürün. Yəni, bir şəkildə kənardan məsləhət verməkdənsə, ya maliyyə zəhmət olmasa dəstək olun, ya da ki, zəhmət olmasa bir ailə məişət zəminində dəstək olmağa çalışın. Yəni, sözlərlə, məsləhətlərlə bunu etmək gərək deyil. Hərəkətlərinizlə dəstək olmağınız lazımdır. Çünki bu ailənin ayaqda qalması çox önəmlidir. Və bunun üçün də yəni, ən birinci olaraqdan və çünki bu qısa bir yol deyil. Artıq onlar uzun bir yola çıxıblar və bu yolla da uzun müddət gedəcəklər və ailənin bu vaxtı ər-arvadın birgə rifahı çox önəmlidir. Yəni, onların birgə bir-birini anlaması, yəni bir dildə danışması çox önəmlidir. Çünki onlar fərqli dillərdə danışmağa başlayarlarsa, fərqli yönlərə gedərlərsə, onlar artıq bir-birlərini
valideynlərindən dəstək ala Orada da bilməyəcəklərsə, zərər çəkən uşaq olacaq. bəli, çox çətin olacaqdır. Ona görə ən birinci olaraq da siz bir ailədə, evdə bir evladınız varsa və siz onun sindromu varsa, onunla bir yol xəritəsini cızmalısınız, ən birinci ata və ana xoşbəxt olmalıdır. Ona görə həmişə deyirəm ki, atalar anaların başına bir sığal çəkməyi unutmamalıdırlar ki, ana da daha motivasiyalı, daha xoşbəxt olsun ki, yəni gücü çatsın ki, gün ərzində, yəni bütün o onun üzərinə düşən, onun üzərində qalan öhdəliklərin öhdəsindən gəlməyi bacarsın. Bayaqları Vəfa xanım o sualın davamı olaraq biz dedik ki, hardasa təxminən 20%-ə qədər autizm spektrli uşaqlarda nonverbal olur, əqli geriliyi olur. Bəli. İndi biz bayaq 40% hallarda çox yaxşı olurlar. Hansı ki, funksional məktəbə gedirlər, dərsləri olur. Sadəcə sinifdə biraz daha fərqli uşaq olurlar. Qızdırsa daha az danışan, xanım xatan, ünsiyyəti çətin. Eşidəcək o 20%-in valideyni olan uşaqlar, çünki mənim övladım da həmin 20%-ə girən uşaqlardandır. Bilirəm ki, onlar eşidəndə onları da bir sual düşündürəcək ki, yaxşı bu dedikləriniz onsuz da yəni orta yüngül dərəcəli autizm spektr pozuntusudur. Bəs ağırlar neynəsin? Ağır dərəcəli autizm spektr pozuntusu həmin o nonverbal olan, əqli gerilikləri olan uşaqların da yenə də biz elə etməliyik ki, gündəlik yaşam bacarıqlarını, özünə qulluq bacarıqlarını təlim şəklində inkişaf elətdirib, onları sərbəst deyək ki, məsələn, çox rahat öyrənə bilirlər. Sadə nələrsə hazırlamaq, sadə özlərinə qulluq bacarıqları, bunları rahat şəkildə öyrənə bilirlər. Yəni, davamlı təlim və düzgün təbii ki, həkimin yanaşması ilə onlarda da nəticə əldə eləmək lazım olur. Yəni, bizə övladımızın belə deyək də həvəsləndiricidir, bəli, gözəl bir nəticədir. Bir autizm spektr pozuntusu olan uşaq universitetdə oxuyur, çalışır. Bunlar çox gözəl şeylərdir. Ancaq bizə ən birinci lazımdır ki, uşaq evdə sərbəst şəkildə artıq böyükdür, yaşı, yəni böyük bir oğlandır, böyük bir qızdır. Özünə o vacib olan bacarıqları, özünün yuyulmasıdır, bəli, özünün tualet təlimidir, qidalanma təlimidir. Yəni bunları rahat şəkildə özü edə bilsin. Yəni bu valideynin işini və yaxud ona sonra valideyndən sonra ona baxacaq insanların işini olduqca asanlaşdırır. Ona görə bunlar mümkündür. Yəni evdə bunları buyurmaq, etmək mümkündür, bəli. Evdə buyurmaq və mütləq buyurmaq. Bəli, ev işlərini ona gördürə bilərlər çox rahat şəkildə. Mən həmişə zarafatla deyirəm ki, düşünün ki, evdə ucuz fəhlə qüvvəsi tapmısınız, hər şey onu buyurmağınız lazımdır. Bizim evdə mən onu deyim ki, bizdə bütün otaqlarda yataq otaqlarını oğlum onun öhdəsindədir. Hər gün səhər durur, otaqları o yığır. Evdə evi təmizləmək üçün bəzən toz soğurandan istifadə edir. Gözəl. Yəni öz yediyini aparır, qoyur, təmizləyir. Yəni bunları uşaqlara özü geyinməlidir, soyunmalıdır, duşunu almalıdır. Yəni bu bacarıqları siz icazə verirsiniz Kəmalə xanım. Çünki biz təcrübəmizdə görürük ki, məsələn, artıq 3 yaş, 7 aylıq, 4 yaşlı bir uşaqdır, hələ tualet eğitiminə keçməyib, başlanılmayıb. Valideynə deyəndə ki, bu mütləq olmalıdır. Deyir, hələ ondan da xırda bir şeyləri o eləyə bilmir. Onu necə biləcək ki? Mən deyim, siz başlayın, əmin olun ki, o deyəcək. Əlbəttə ki. Bunu aşılamaq və öyrətmək lazımdır. Məsələn, uşaq dayanır, ana kurtkanı geyindirir, ayaqqabısını geyindirir. Yəni cəhd eləməyə belə valideyn qoyur. Çünki deyir, axı bu çox cüzi bir şeylər edə bilmir. Bu bacarıqları necə edəcək? Çünki siz qoymursunuz etməyə. Etməlidir ki, etsin. İcazə verilməlidir. Yəni siz ona bir şans verməlisiniz. Bir cəhdə bir yol açmalısınız ki, o təbii ki, o heç autist olmasın, normal bir uşaq. Mən hər gün gətirim qabağına yemək qoyum 11-12 yaşında. O öyrəşəcək. Mən dayanıram. Özü meyvələrini anam gətirəcək. Özü hazırlamalıdır. Yəni bu biz onu davranışsal olaraq öyrətməliyik və valideynlər çox zaman bunları çox arxada onları unudur bəzən. Ən önəmlisi əsas odur danışsın. Ümumiyyətlə düşünürəm ki, bir həkim psixiatrın yəqin ki, o 45 dəqiqədə, 1 saatda, bəzən saat yarımlıq bir müayinədə ilk görəcəyi iş hər zaman düşünürəm ki, siz psixoloqların da üzərinə ilk növbədə bu düşür ki, valideynin psixoedukasiyasını, maarifləndirməsini düzgün aparmaq. Yəni hər bir uşağa özəl olaraq valideynə yol xəritəsini göstərmək. Mən hər zaman məsəl üçün
üçün bir resept blankında belə valideynə məsləhətlər yazıram. Mən görürəm onu. Yəni həmişə yazıram ki, məsəl üçün ekran məruzəyə, ekran 0, məsəl üçün ekran niyə görə 0? Əgər cüzi də olsa uşağınızın sosial kontaktında artıq hətta 10 ayında, 11 ayında, 12 ayında görürsə, bəzən ekran yazıram. Valideyn deyir ki, doktor siz planşet dedi, televizor dedi, söndürdük, amma telefon veririk. Ona görə artıq ekran yazıram ki, yəni ümumiyyətlə ekrana aid hər şeydir və bir bunu sadalamalı və oluram. belə bir bəhanələri var, inkişaf etdirici nələrə Bəli. Və deyirəm ki, o inkişaf etdiricilərin heç biri onu inkişaf elətdirmədi. Və mən yemək mövzusunda həmişə bunu yazıram. Sərbəst qidalanma, qaşıq tutma yazıram. Çünki artıq 17 ayında belə bəzən yəni daha inkişaf etmiş uşaqlarda belə, yəni onlar onu qaşığı sərbəst tutub və deyir ki, doktor vilkanı batırır, deyirəm, yox, bu qaşıq olmalıdır. Çünki uşaq o qaşığı tutub ağza gətirənə qədər burada deyirəm 3 dənə siz onu yedizdirdiyiniz zaman siz onun böyük motor bacarıqlarını, kiçik motor bacarığını və əl-göz koordinasiyasını onun əlindən aldınız. Uşaq heç olmasa bu 10 dənə qaşığı ağzına aparacaqdısa, demək ki, o beynində bir 10 dəfə həmən o yolu gedib gələcəkdi. Siz onu yedizdirdiniz və ekran qarşısına qoydunuz. Siz o ekran qarşısına qoyduğunuz zaman orada görsənən tez-tez dəyişən şəkillər, tez-tez dəyişən səslər, tez-tez dəyişən emosiyalar qədər siz emosional olmadınızsa, siz bir xal arxadasınız artıq. Və siz onu yedizdirdiyiniz zaman siz daha bir uşağınızın bütün bacarığını əlindən alırsınız. Siz artıq 2 xal arxadasınız. Sonra gəlib məsəl üçün 3 ay sonra deməyin ki, doktor, biz mərkəzə gedirik. Məsələn, biz 5 gün gedirik, hər gün 2 saat, amma nəticə yoxdur. Neçə yoxdur? Çünki mərkəzə gedir, mərkəzdəki mütəxəssislər, Allah sizi var eləsin, yəni əlindən gələni çalışırlar. O 30 dəqiqə, 35 dəqiqə, 45 dəqiqə ərzində valideyn də məlumat verirlər. Bəzən valideyn sadəcə yorğun olduğuna görə, əzgin olduğuna görə və motivasiyası olmadığına görə, evdən də dəstək gəlmədiyinə görə o məcburdur ki, evdə artıq uşağı belə deyək də sadəcə öz başına buraxsın, vaxtının keçməsinə səbəb olsun. Ona görə biz ilk növbədə mən düşünürəm ki, biz birinci olaraq valideynə dəstək oluruq. Yəni bəzən olur ki, həmən o dərman müalicəsini valideynə yazırıq ki, valideyn anlasın ki, o bu durumdan daha tez toparlanıb çıxmalıdır. Bəzən olur ki, nənə babanı alırıq və atanı alırıq. Məsəl üçün bir məsləhətlər veririk ki, siz anaya nəyə görə dəstək olmalısınız? Nəyə görə? Yəni dəstək olmalısınız, köstək deyil. Yəni bəzən reabilitasiya mərkəzinə göndərdiyimiz zaman və valiyə başa salırıq ki, gözləntiləriniz nələr olmalıdır? Yəni gözləntiniz elə olmamalıdır ki, mən ora gedirəmsə, artıq əlimdən gələn hər şey etmişəm. Yəni və reabilitasiya mərkəzindən də onlar seçərkən də məsləhət görür ki, nələrə diqqət edib seçmələri gərəkdir ki, çünki maşallah, yəni artıq reabilitasiya mərkəzləri hər addımda açılıbdır. 15 il bundan qabaq birinə belə rast gələ bilmirdi, çətini çəkirdi. İndi amma o qədər təəssüflər, professionallar çoxdur, gözəl mütəxəssislərimiz çoxdur. Bəzən valideynlər gəlir və məsələn mən istəyirəm ki, hansı mərkəzə gedirsə göstərin mənə videosunu, baxmaq istəyirəm dərslərə. Baxıram kim xoşuma gəlirsə, məsəl üçün Aynur xanım mən elə qeyd etmişdim. Baxıram ki, kim necə çalışır və yaxşı mütəxəssis, doğru işləyən mütəxəssis, yəni ilk 10 saniyəsindən belə bəlli olur ki, yəni bu mütəxəssis həqiqətən də yəni doğru yöntəm götürüb və gözəl çalışır. Bəzən mütəxəssislərə valideynlər deyir ki, bizə ev tapşırığı verin. Ev mən o sualı vermək istəyirdim. Siz mənə buyurun. Mən o zaman deyirəm ki, ev tapşırığı biz burada əl-göz koordinasiya eləyək də, siz də ev tapşırığı icazə verin, övladınız yeməyi sərbəst yesin. Siz də ev tapşırığı icazə verin, özü geyinib soyuna bilsin. Ev tapşırığı budur sizə. Sizə lazım deyil ki, siz buradakı materialı, bəzən olur valideynlər, mən nə alım, buradakilardan mən də alım evə. Mən başa düşürəm, gözəl başa düşürəm və bəzən də mərkəzlərdə də bunu görürəm ki, uşaqlara, valideynlərə deyirlər, bunu belə eləyin, bunu belə eləyin. O valideynləri də yormaq lazım deyil. O valideyn bir müddətdən sonra, bəli, onu eləyəcək. Bütün eforunu xərcləyəcək, sonra gücü olmayacaq. Amma bir müddətdən sonra gücü çatmayacaq və başlayacaq özünü günahlandırmağa. Bu səfər də onun o psixologiyası çökəcək və o uşağa da çökmüş psixologiyadakı valideyn lazım deyil, xeyir verə bilməyəcək. Ona görə valideynləri yormamalıyıq. Buradan mərkəzlərə də deyirəm, bəzən çox görürəm ki,
çox yükləyirlər valideynləri, o tapşırığı, bu tapşırığı. Bu biraz da başa düşürəm ki, bilirsiniz nə üçündür? İşimi icra edirəm, hə. Boynumdan atım da, Hə. yəni olmadı, siz məşğul Günahkar. olmadınız deyə. Belə bir şey yoxdur. Buradan səslənmək istəyirəm valideynlərə. Siz uşağınızı reabilitasiyaya aparırsınız. Reabilitasiyada irəliləmək o reabilitasiya mütəxəssisinin işidir. Bəli. Valideyn bunu bilməlidir, öz necə deyirlər, hüquqlarını da, vəzifələrini də bilməlidir. Siz nə etməlisiniz evdə? Hə, uşağınızla vaxt keçirməlisiniz. Ekranın qarşısına qoymamalısınız. İqraları qoymamalısınız oynamağa. Uşağa verməlisiniz əlinə, apar bunu o otağa qoy, get o otaqdan filan şey. Məsəl üçün biz rəng öyrədirik uşağa. Valideynə deyirik ki, eşidir də bizim seansımızda nə rəng gedir. Valideynə deyirik ki, bu dərsdə bu rəngi öyrətməyə qoymuşuq. Evdə bununla bağlı tapşırıqlar verin. Bəli. Get oradan qırmızı corabı gətir. Get oradan qırmızı nəyisə gətir. Soydan Yəni öncə aç. o şəkildə Hə. lazım deyil sən orada oturasan bizim kimi masanın arxasında. Uşaq sən onun anasısan. O səndən emosional doyumu almalıdır. Yəni bu şəkildə. Bəzən mən bunu görürəm, bunu ilə də razılaşmıram. Reabilitasiya Onu deyim. mərkəzlərində yəqin ki, ayrıca olaraq valideynlər üçün dərs müddəti qoyulmalıdır ki, valideyn özü, məsəl üçün o həmin o dərs proseslərində iştirak edib anlaya bilsinlər ki, ümumiyyətlə proses necə getməlidir. Çünki bəzən valideynlər, yəni çox valideynlər olur, özləri gedə bilmirlər, iştirak edə bilmirlər. Bəli. Uşaqları dayələrlə Köməkçilərlə göndərirlər, köməkçilərlə göndərirlər. Amma özləri prosesi bilmədiyinə görə, halükar olmadıqlarına görə evdə onlar biraz daha fərqli davranırlar. Amma çox yaxşı olar ki, məsəl üçün mən mərkəzlərə də həmişə bunu tövsiyə edirəm ki, hansı uşağın inkişafı artıq görürsüz ki, 3 aydır, artıq 4-cü aydır, 6-cı aya keçibdir və uşağın inkişafı çox ləng gedir. Demək ki, evdə nə isə düzəltmək lazımdır. Mütləq, yəni hansısa dərsinizin birini mərkəzdə deyil, onun üçün dərsini ayırın, məsəl üçün Bəli. ev gedişi edin, ev ziyarət edin. Bəzən olur evin quruluşuna baxdıqda, bəzən görür, amma Bəli. valideynə deyirsiniz ki, mən burada görməzdən olum. Yəni mən sadəcə kölgəyəm, siz gündəlik davranışınız kimi uşaqla davranın və sadəcə qeydlərinizi aparırsınız. Ancaq qeydlərdən sonra valideynə məsəl üçün deyirsiniz ki, baxın, gəlin bunları dəyişək. Rəfəqam çox qəşəngdir. O 3 ay, 6 ay, 4 ay görürsüz ki, irəliləyiş yoxdur. Mən bunu həmişə deyirəm ki, baxın, valideyn gəlir mərkəzə, uşağını götürdülər, məşğul olurlar. Bəli. Uşaqla. Nə gözəl. Sonra da indi valideyn bir müddətdən sonra nəticə görmür, mərkəzi dəyişir, mütəxəssisi dəyişir. Bəzən nə bilim dərmanlarla əlaqələndirir, Bəli. öz başına dərmanları Bəli. kəsir, görmürsüz də bunları yəqin ki. Belə bir hallar olur da qarışıqlıq yaranır. Mən həmişə deyirəm, bunu səsimi duyurmağa çalışıram hər kəsə ki, dünya praktikasında belə bir şey var. Bu Azərbaycanda da belə olmalıdır reabilitasiya prosesində. Valideyn gəldi, mənim uşağım dəyərləndirildi, bir diaqnozla gəlib də dəyərləndirildi. Buna fərdi təlim proqramı tutulur və o fərdi təlim proqramında müddət qoyulmalıdır. Müddət, Üç ay, bəli, bu mütləq ən azı 3 ay, 6 ay ərzində. Orada da uzun müddətli, qısa müddətli hədəflərimiz var. Tamamilə Biz doğru. valideynə, bəli, onu göstəririk. Sən uşağının fərdi təlim proqramı budur və 3 ay müddətində bu çalışılacaq və bunlardan 10 bənd deyil, ən azı 7-si, 8-ini biz Gözləntimiz hədəfləyirik. var. Bəli, Tamamilə doğru. tamamilə ki, onunla da çata bilmərik ola bilər, amma o 7-si, 8-i bitəndən sonra da onun yerinə yeniləri gəlir və o ikisi də davam edir və o da öyrənilir. Amma kör-köranə, bugün bunu öyrətdim, sabah bunu öyrətdim, bugün bu rəngi öyrədim. Biz Belə həkim qarışıq psixiatr kimi olmamalıdır. nələr görürük və yəqin ki, biz həkim psixiatr olaraq ən birinci bunu önləməliyik. Hansı ki, məsəl üçün nevroloqlar bunu çox bəzən hiss edə bilmirlər. Həmin reabilitasiya mərkəzlərinin iş mexanizmini biz həkim psixiatrlar daha gözəl duya bilirik. Və biz məsələn həmin vaxtı valideynə demə mütləq tapşırıq verməliyik ki, bəzən valideyn çox fərqli bir istəklərdən gəlir. Məsələn deyir ki, Bakının ən yaxşı loqopedinə gedirəm filan mərkəzə, Bakının ən yaxşı psixoloquna gedirəm filan mərkəzinə, Bakının ən yaxşı duyu bütünləmə mütəxəssisi var, ora gedirəm. Amma mən həmişə valideynə başa salıram ki, baxın, onlar ən yaxşı mütəxəssislər ola bilərlər. Kimə görə, nəyə görə? Onlar hər biri ayrı-ayrı yerlərdədirlər və sizin uşağınızın ümumi inkişafını onlar əgər izləmək üçün bir yerə heç olmasa ayda bir dəfə toplaşma olarsa, yəni siz bilin ki, sizin pulunuzun yarısı boşa gedəcəkdir. Mütəxəssislər mükəmməl ola bilərlər, amma bir loqoped məsəl üçün sarı və yaşıl rəng işləyirsə, həmin vaxtı ən yaxşı mütəxəssis qırmızı və göy işləyirsə, ən yaxşı duyu mütəxəssisi isə o
orada duyu prosesində başqa rənglərlə uşağı işlədirsə, yəni uşaq əlbəttə ki, inkişafı o istədiyimiz dinamikada Hər kəs getməyəcəkdir. bir yerə vurmalıdır. Ona görə ilkin olaraq mərkəzə getdiyiniz zaman əziz valideynlər, diqqət edin nəyə? Ki, siz getdiyiniz mərkəzdə uşağınızın dəyərləndirməsini edirlərmi? Dəyərləndirmə etdiyinizdən sonra sizə 3 aylıq planlamalar sizə təqdim edirlərmi? Təqdim etdikdən sonra 3 ay sonra sizlə olan görüşlərdə bunlar müzakirə olunurmu? Hansı hədəflərə çatıblar? Hansı hədəflərə çata bilməyiblər? Növbəti aylar Çətinliklər nələrdir? Çətinlikləri hər kəs müzakirə etməlidir. Məsələn, NİT mütəxəssisi özü, duyu bütünləmə, pedaqoq ayrıcana, psixoloq ayrıcana hər biri öz çətinliklərini müzakirə etməlidir. Əgər yaşadığınız mühitdə, yəni prosesdə, belə deyək, mərkəzdə bir çətinliyiniz yoxdursa, amma evdən gələn bir çətinliyiniz, evdən gələn bir davranışınız varsa, mütləq evə bir nəzər salmağınız lazımdır. Lazımdırsa bəzi dərsləri, məsəl üçün psixoloq olaraqdan, psixopedaqoq olaraqdan evdə müşahidə edə bilərsiniz. Məsəl üçün bəzi dərsləri ora gedib evdən sadəcə nəzarət edərəkdən siz daha böyük bir xəritəyə sahib olacaqsınız. Siz uşağın gedişatında daha doğru fərqli yönlər aşkar edəcəksiniz. Ona görə yəni maarifli olmaq ən birinci olaraqdan valideynin, yəni bu prosesi başa düşməsi üçün mərkəzlərə, yəni sizlərə müraciət edərkən, yəni siz onlara öyrətməlisiniz ki, bax, bəlkə onlara bir gün, bəlkə 2 dərs, bəlkə valideynin özünə bir 3 dərs ayırmaq lazımdır ki, o anlasın ümumiyyətlə bu proses necə gedəcəkdir və hara qədər. Çünki valideynin gözləntisi nədir? Uşağın inkişafı, məsələn, uşağın inkişafı doğulanda uşaq 50 sm olur, 1 yaşında uşaq olur təxminən 75 sm. Uşaq 1 il ərzində 50%-ə qədər böyüdü. O insan həyatının bir də heç bir dönəmində, yəni fiziki olaraq 50% böyümə yoxdur. Psixologiyada da bu ilk 3 ildir. Və psixologiyada ilk 0-24 ay ərzində uşağın inkişafında olan o bölümlər bir də heç vaxtı 24 ay ərzində heç vaxt inkişafın ən belə deyim də aktiv dönəmi. İkinci aktiv dönəmi 24-36 aydır. Üçüncü aktiv dönəmi 36-72 aydır. Ona görə deyirik ki, erkən müdaxilə şərtdir. Çox böyük şərtdir. Çünki geri qayıtmır olar. Uşağı gətirirlər. Uşaq məsəl üçün 35 aylıqdır. 35 aylıq bir uşaq fiziki olaraq 35 aylıqdır, amma inkişaf göstəriciləri 18 aydır, 17 aydır. Və valideynə deyirik ki, valideyn də başlayır bir mərkəzə dərsə getməyə. Amma valideyn gözləntisi test istəyir axı ki, danışsın. Əsas gözləntisi rəngləri bilsin, saya bilsin, adını desin, danışsın. Və valideynə izah edirəm ki, məsəl üçün bir psixiatr olaraq biz də yəqin bunu etməliyik ki, bir uşağın əgər 15 ayı inkişafı hal-hazırda budursa və biz 24 aylıq inkişafına gəlib çatmağımız üçün daha çox zamanımız gərək olacaqdır. Uşaq daha çox dərs alması lazım olacaqdır. Məsələn, loru dilində belə bir qrafik başa salıram valideynə ki, düşünün ki, uşağınızın 20, tutaq ki, 35 aylıqdır, uşağınızın inkişafı 16 aydır, məsəl üçün. Və yaxud da tutaq, uşağınızın inkişafı 15 aydır. Ortada bizim 20 aylıq fərqimiz var. Və onu da bağlamaq üçün buradan da yenidə yaş artıraq. Mütləq. Bu 20 aylıq fərqimiz var və uşaq 20 aylıq fərqini həftədə 3 dərsdən qarşılaya bilməyəcəkdir. Yəni 20 aylıq fərqi bağlamağımız üçün bizim uşağa həftəyə 20 saat borcumuz var. 20 saata imkanınız çatmırsa maliyyə olaraq 10 saatını mərkəzdən alıb 10 saatını siz anlamalısınız ki, siz borclusunuz. Amma sizin borcunuz uşaqla oturub mərkəz kimi dərs keçmək olmamalıdır. Sizin borcunuz mərkəzdə öyrəndiklərini ev şəraitinə adaptasiya etməkdir, tətbiq etməkdir. Öyrənmək olur, inkişaf olur. O zaman siz görə biləcəksiniz ki, sizin uşağınızın inkişafı 24 aya çatandan sonra valideynlər ilk bir rahatlaması olur. Bəzən olur valideyn uzun müddət bir mərkəzə gedir, deyir ki, nəticə ala bilmədim. Başqa bir mərkəzə gedir 2 ay və deyir ki, getdim o mərkəzdə çox gözəl nəticə aldım. Çox gözəl nəticə nəyə görə idi? O mərkəzdə olduğu müddətcə 22 ayına qədər inkişafını gətiriblər artıq. Bu birisi mərkəzə gedəndə o 22-25 aylıq yəni inkişafına keçəndə uşaqda irəliləyiş görürlər. Ona görə əziz valideynlər, yəni mütləq seçdiyiniz mərkəzlərdə çalışın ki, davamlılığınızı qoruyasınız.
neçə valideynin üst-üstə düşən belə bir sualı oldu ki, biz belə bir şey gördük övladımızda. Övladımız müəyyən yaşa qədər, 2 yaşına qədər, yaş yarıma qədər təqlidləri var idi, sosial gülümsəməsi var idi, göstəri var idi, hətta nitqi var idi. Amma bu yaşdan sonra uşaq birdən-birə geriyə getdi. Bu mənim öz təcrübəmdə də ana kimi olmuşdu. Yəni bizdə də mənim bir gündəliyim var idi. Mən tələbə olanda belə bir şey düşünmüşdüm ki, mən bir gündəliyim olacaq ilk övladımda. İlk övladım ta doğulandan onun böyüməsini, o necə psixoloji inkişaf eləyib, fizioloji inkişaf eləyib, o da yazacağam və gələcəkdə bunu kitab halına keçirdəcəm. Və mən o dəftərdə hər bir şeyi qeyd eləyirdim. Yəni bunu qeyd eləməsəydim düşünərdim ki, bəlkə mən belə xatırlayıram. Və orada da mən qeyd eləyirdim ki, məsələn, təqlidləri var. Psixoloqa nə lazımdır deyək ki, ən vacib izləməsi var, göstəriləni izləyə bilir. Bu bacarıqları var və uşaq müəyyən bir yaş bizdə 8 ayında oldu bu. 1 yaş 8 ayında bir geriyə getdi və başladı onlar itməyə və itəndən sonra başladı təkrarlanan davranışlar. Və bu mənim diqqətimi çəkir dəyərləndirmələrdə də və eyni zamanda gördüm ki, o sorğuda da bu suallar gəldi. Neçə sual üst-üstə düşdü. Mən fikirləşdim ki, bunu mütləq bu sualı Vəfa xanıma verməliyəm. Bunun mən bunu oxumuşam. Yəni bunun səbəbini özüm oxuduğum qədərilə bilirəm. Çünki bu psixoloji bir məqam deyil, tibbi bir məqamdır. Amma Vəfa xanımdan bir həkim kimi bunun cavabını istəyirəm ki, bu həmin o sualı olan valideynlərə çox maraqlıdır. Bax, burada həmin o peyvəndlər işə düşür, vəsairələr işə düşür ki, bəlkə bundan oldu, bəlkə bundan oldu. Bəlkə nə bilim, valideyn özünü günahlandırır ki, həmin dövrdə uşağı bağçaya qoydum, məndən ayrıldı, televizora çox getdim işləməyə, adətən bu dövrdə analar işə çıxır. Uşaq baxımsız qaldı buna. Bunun tibbi səbəbi nədir? Niyə biz bunu yaşadıq? O boşluqlar olurmu doktor? Yəni onların səbəblərdən biri niyə biz bunu yaşadıq? Yəni varmı səbəblərin içində o boşluq? Ekran olsun, ananın qoyub getməsi olsun, peyvənd olsun. Yəni çox valideyn soruşur ki, 1 yaş 5 aya, 1 yaş 8 aya əla gəlirdi. Hətta 2 yaşda danışırdı, sözləri var. Birdən nəsə oldu buna. Bizim videolarımız var hətta. Hətta bəli, mənə də valideynlər hamısı deyirlər ki, videolarımız var və yenə deyirəm, videolara baxanda belə, məsəl üçün valideynin sezmədiyi bəzi şeyləri biz artıq sezə bilirik. Videolar göstərirlər, deyirlər ki, baxın doktor, burada adına reaksiyası görür necə yaxşıdır. Həqiqətən də adına reaksiyası yaxşıdır. Amma baxışı artıq başqa cürədir. Bu tək gen polimorfizmi, araşdırmalar bunu ilə əlaqədar ola bilər? Hal-hazır ki, hər şeydən əlaqədar ola bilər. Yəni daha çox bunun üzərində deyirlər ki, tək gen polimorfizmi ilə əlaqədardır. Əlaqələndirirlər. Bunu həmçinin belə deyək də həmən o 2 yaşında olan, beyində olan həmən o sinaptik əlaqələrin belə deyək də kəsintilərindən də əlaqələndirirlər. Həddindən artıq məsəl üçün o küylərin olmasından əlaqələndirirlər və əlbəttə ki, sosium, yəni həmən o sosial mühitin çox önəmli dönəmləri var. Nəzərə alsaq ki, uşağın 2 yaşından sonra onun inkişafını biz daha bariz görməyə başlayırıq. Həmən dönəmdə, çünki nitqi artıq keçid bir dönəmidir. Artıq həmən o verbal bir ünsiyyətin başlama dönəmidir. Həmən dönəmdə biz daha çox sezməyə başlayırıq. Əslində biz daha diqqətlə reqres prosesi, biz bunu reqres adlandırırıq. Baxırıq ki, uşağın inkişafı yaxşı gedirdi, aylarına uyğun idi. Amma aylarına uyğun hardasa bir artıq 9-10 ayından sonra artıq bir ay yarım, 2 ay artıq bir ləngimə başlayır əslində. Bunu belə oxumuşdum ki, Vəfa xanım, deyilirdi ki, orada belə bir izaha olunmuşdu ki, oxuduğum məqalədə, deyilir ki, məsələn, bu gen, deyilir axı, autizm spektr pozuntusu həm də genetik xəstəlikdir. Bu epigenetik daha çox. Genlərdə orqanik bir, belə deyim də, pozulma yoxdur. Sadəcə məsələ nədir? Kalitesi, keyfiyyəti zəifdir. Və o dövrdə deyək ki, uşaq hər hansı bir kənar faktora məruz qaldı, peyvənd olsun, deyək ki, uşaq ciddi qrip xəstəliyi keçirdi, qızdırması oldu, ekran məruziyyəti. Onun genin keyfiyyəti zəif olduğuna görə artıq o funksiyasını belə oxumuşdum ki, itirir və o zamanda bu beyində sinaptik əlaqələrini daha sıx qura bilmir, daha yaxşı doğru sosial istiqamətlərdə qura bilmir və ona görə də ekran həmən dönəmlərdə ekran məruziyyəti. Ona görə də o uşaqlarda birdən-birə yaxşı gələn uşaqlar
Təzədən Əslində, biz həmən o reqres prosesini həmən görürük. dönəmlərdə görməyə başlayırıq. Bir də çox önəmli faktorlardan biri məsəl üçün tutaq ki, məsələn digər məsələn valideynlərin yaşı çox önəmlidir. Məsələn əvvəllər deyirlər ki, niyə bu qədər artıb? Çünki əvvəllər ailə qurma tezlikləri, yaş aralıqları daha tez idi. Yəni hardasa 25-30 yaşlarında artıq bir ailələrin artıq bir övladları olmuş olurdu təxminən. İndi artıq ailə qurma yaşları daha böyük olub. Yəni ilkin hamiləlik dönəmi, ananın yaş dönəmi təkcə önəmli deyil, həmçinin atanın artıq yaş dönəmi Avtizm spektr pozuntusu atanın yaş dönəmi çox önəmlidir, daha önəmlidir. Məsəl üçün Down sindromunda daha çox ananın yaşı deməli 40 üzəridirsə, autistik spektrum pozuntusunda ana nə qədər cavan olsa da, amma atalar 40 üzəri olduğu zaman, çünki bu spermin funksiyalarına görə də, həmçinin yumurtalığında deməli funksiyaları artıq daha fərqli olur. Yəni daha güclü, belə deyək də, o hansı ki nəsil artırma prosesi necədir? Daha güclü olan əvvəl genləri ortaya çıxartmağa çalışır. Daha yaş keçdikcə daha artıq belə deyək də, yəni bir çox dəyişikliklərə uğrayırlar və təəssüflər olsun bu epigenetik bir nəzəriyyəyə gəldiyimiz zaman ki, hansı ki ananın məsəl üçün həmən o zəif autistik əlaməti olan gen, atanın həmən o autistik əlamət olan genləri üst-üstə gəldiyi zaman, yəni belə olur. Biz ona görə valideynlərə deyirik ki, həmən dönəmdə uşaqda artıq bir dəyişkənlik sezirsinizsə, həmən birinci o həyəcan təbini çalın. Yəni sosial münasibətlərinizi artırın. Evdə oyun oynamağa başlayın. Evdə həmən ayına uyğun olaraqdan məsəl üçün bubble oyunları oynayın ki, işarət barmağı olsun. Evdə məsəl üçün fırlanan bir nəyəsə baxırsa, başını saxlamağı, uşaq ananın döşünü əmdiyi vaxtı həmən o kontaktını, göz kontaktının qurmağı, məsəl üçün 9 ayında olarkən zaten o dövrdəki aparıcı fəaliyyəti vasitəsiz emosional ünsiyyətdir. Bəli. Onu doya-doya verməli. Bəzən anan özü qurmur. Yəni doktorun sözünə qüvvət, ananın özündə də o əlamətlər olur. Ümumiyyətlə övladına baxmır. Hə, yemək verir, gözü ordadır, burdadır, amma yəni onu ötürməlidir ki, o da eləsin. Sosial münasibətlər o qədər önəmlidir ki, hətta məsəl üçün siz psixoloqsunuz, bilirsiniz, aparılmış təcrübə var, meymun olan təcrübə, hansı ki, məftil bir ana verirlər, biberon qoyurlar, hansı ki, bu eksperiment, hansı ki, orada südünü əmir və var bir dənə yumuşaq oyuncaq, harda ki, orada da süd qoyurlar və meymun yenə də gedib həmən o məftil anadan əmsə də təzədən yenidən gəlir, bu birisi oyuncaq, yumuşaq olan oyuncağı qucaqlayır və sığalır. Yəni sosial bu deməli əlamətlər o qədər önəmlidir. Ona görə bəzən autistik əlamətləri olan analar hansı ki, onlar özlərindən asılı olmadan, yəni xəbərdar belə olmadan bəzən soyuq davrana bilirlər, yəni soyuq olurlar. Ona görə yəni çalışın ki, ekran məruzətləri bu olan prosesləri daha da belə deyək də artıra bilər. Ona görə daha diqqətli olasınız və yenə deyirəm təkrar olaraqdan, yəni bu dönəmlərdə əgər anaların bir autistik əlamətləri varsa, atalar gələk ki, bir meydana girərlər, nənələr daha bir aktivliyi ortaya salarlar, yəni bir ailə digər üzvləri, yəni mütləq bir qohumlar, uşaqlarla bir kontaktın özündə onu görməyə bilər. Və bir də axı ana uşaq dünyaya gətirəndən sonra o bir depressiya keçirdə bilir də doğum sonrası. Postpartum depressiya olur bəzən. Burada da bu faktlar da ola bilər və yaxud ananın o yükü o qədər ağır ola bilər ki, o qədər faktorlar var ki, yəni ümumiyyətlə multidisiplinar bir. O evdəkilər biraz qayğı ilə. Hər şey anadan, burada ana deyirik, amma qayğı verən təkcə ana deyil. Ananın psixoloji durumu yaxşı olmalıdır ki, o qayğısını bayaq dediniz, qucağındadır, fikri başqa yerdədir. Niyə görə? Çünki o yük, mənəvi yükün altındadır. Ondan gözləntilər çoxdur. Ona görə də biraz bu dövrdə sanki analarımıza meydanda ana tək qalır sanki. Biz onu çox şahid oluruq. Boşanan ailələr var, ata qoyub gedən ailələr var. Hansı ailələrdə ki, ata və ana fərqindəliyi gözəldir və onların bir-birinə qarşı duyğuları var və hissləri var. Onlar ümumiyyətlə bu durumlardan çox gözəl toparlanırlar, çox gözəl çıxırlar. Çünki yəqin ki, bir-birlərini hiss eləməkləri eşidirlər və onlar bu durumu daha gözəl toparlayırlar. Düşünmürlər ki, tək ananın
Övlad var, ananındır. Bəli. Burada ata da olmalıdır. Əlbəttə. Elə olanda o keyfiyyət də daha yaxşı olur. Mən adi təlimlərdə özüm hiss edirəm. Daima ana gətirir. Ya nə baba görürəm, ya nənə görürəm, ya ata görmürəm və gündən günə də o valideynin daha da çökdüyünün mən şahid oluram. Və mən növbəti dəyərləndirmədə tələb eləyirəm ki, sizdən başqa biri də gəlsin. Nənə gəlsin, ata gəlsin və mən gətizdirirəm. Bütün valideynlərim bilir və orada da deyirəm ki, tək ana deyil burada. Siz müşahidə eləmirsiniz, amma ana gündən günə çökür. Məsələn, mən çox təcrübədə neynəsin ana, ikisi gəliblər, neynədirəm, neynəsin yox, neynəyək. Çünki bilirsiniz necədir? Sizin də təcrübənizdə olub, doktorda da olub. Ailələr çox zaman düzgün yerə vurmağı bacarmırlar. Kənardan başqa alternativ cahil bir şeylər də axtarırlar. Məsələn, ailə var ki, təlimə deyir, maddi tərəfdən dəstək yoxdur, amma nənə, baba, ata molla yanına gedib dua yazdırır ki, uşaq yaxşı olacaq. Bu da var. Aynur xanım, heç elə deməyin. Belə olanda mən deyirəm ki, o da lazımdır, bu da lazımdır. Çünki kateqorik lazım. Çünki kateqorik lazım deyildi deyəndə, onlar gələn dəfə o həkimə çox da gəlməyə meyilli olmurlar. Amma o da lazımdır, bu da lazımdır deyəndə, yəni molla yanına getdikdən sonra, bir dua yazdırdıqdan sonra, yəni bir şey də edirik. Deməli, amma yəni ona inanaraqdan ailə bəzən daha aktiv olur. Məsələn, bir çox ailələr məsəl üçün bir aparatlar üçün Sankt-Peterburqa yol düşürlər və deyirlər ki, doktor, valla çox gözəl nəticəsidir. Deyirəm, gözəl nəticə əlbəttə Peter kimi gözəl şəhər, siz gəzmisiniz, nəhayət iki həyat yoldaşı zaman keçirtmisiniz bir-birinizlə. Yəni siz uşağı daha diqqətli olmusunuz. Uşaqla 24/7 bir yerdə olmusunuz. Yəni buna görə uşağın gözəl nəticəsi var. Siz rahatlamısınız, yeri, məkanı dəyişmisiniz. Doktor, demək olar ki, bütün suallara biz cavablandırdıq və mən daxilən o qədər rahat oldum ki, elə bil bunu mən özümə bir mənəvi borc bilirdim ki, peşəkar bir həkimdən bu sualları valideynlər doğru eşitsin. Daxilən çox huzur verdiniz mənə. Bir, bizim bu məşhur bir dənə də burada pəhriz var. Bilirəm, siz nə deyəcəksiniz, amma pəhrizi də burada çox danışır valideynlər. Düzdür, sağlam qidalanma hər kəsə faydalıdır. Bəli. Hər kəsə şəkərdir, undur. Biz bunları bilirik də. Bilsə də yeyirik, xoşumuz gəlir. O da bir bizə belə daxili yaxşı təsir. Amma deyirlər ki, mən məsələn Aynur xanım, orada eliminasyon diyet var, gluten var, nə bilim, qidanı belə çıxartdım, belə elədim, hiperaktivlik, o keçi südü, məsələn, filan yerdən tapdıram, gətizdirirəm. Amma elə bir hiperaktivliyinə yaxşı təsir eləyir, neyniyir? Qısa bir dənə buna da bir özət keçək bunun üzərindən. Mən məsəl üçün çox, yəni xarici görkəmə də baxanda bilinir ki, yeməyi sevən biri olaraqdan mən onu demək istəyirəm ki, yəni biz özümüz belə, məsəl üçün narahat olduğumuz bir qidanı çox qəbul etdiyimiz zaman diskomfort duyğumuz olur. Və diskomfort olduğumuz yerdə bəzən konfransda məsəl üçün tutaq ki, çıxış edirik və yaxud bir podkastda gəlirik, amma bir narahatçılığımız olduğumuz zaman, diskomfort olduğumuz zaman həyəcanımız da artır, təşvişimiz də artır, bəzən ifadə edə bilmirik. Yəni düşünün ki, autistik spektrum pozuntusu olan uşaqlarda adi uşaqlar kimi, tipik uşaqlar kimi bir mədə-bağırsaq problemləri ola bilərlər və həmçinin əlbəttə ki, bu olduqları zaman onlar bunu ifadə etmə bacarıqları olmadıqlarına görə onlar bunu daha çox stereotip davranışlarının artışından, daha çox davranışlar narahatçılıqlarından, daha çox sosial ünsiyyətdən daha çox qaçmalardan, o kontaktdan daha çox qaçmalardan və dərs vaxtı olan narahatçılıqlarına bir üzə verəcəklər. Ona görə əgər bu qidaların həqiqətən də, yəni pəhriz saxladığınız zaman uşağınızın əhvalında daha yaxşılaşma görürsünüzsə, yəni müsbətə doğru ola bilsin ki, bəzən o çünki qida ilə bağlı, ya mədə-bağırsaqla bağlı olan bir problemi olan bir uşaqdır. Yəni bu pəhrizlərdə olduğu zaman uşaq həqiqətən də xeyli daha rahatlayır. Yəni daha yaxşı nəticə verir. Amma bir elmi əsası ki, bu qidalar, bu glutensiz qidalar, bu kazeinsiz qidalar məsəl üçün hər hansı bir autistik spektrum pozuntusu əlamətlərini yox edir və yaxud da belə bir şey yoxdur. Sağaltma prosesi yoxdur. Sadəcə uşağın zaten autistik spektrum pozuntusu olan bir uşağın sadəcə hansı narahatçılıqları, diskomfortu olduğu zaman bu əlamətləri biz daha kobud və somatik olaraqdan artıq uşağın yəni dilə gətirməsini daha çox necə görməyə başlayırıq? Sözlə deyil, daha çox hərəkətləri ilə, davranışından. Əgər bu somatik narahatçılıqlarını pəhriz etdiyimiz zaman daha az
azalırsa və uşağın avtomatik olaraq davranışları nə olacaq? Azalacaqdır. Bu qədər Bir sadə. dənə də mən burada bir valideyn kimi deyəcəm, öz təcrübəmlə deyəcəm. Biz belə deyək də Salihlə indi 18 yaşı var. 5 yaşından diyetaya başladıq. Necə bir diyeta idi bizim diyetamız? Sadəcə market qidaları vermirdik, şəkər vermirdik. Şəkər əvəzinə deyək ki, məsələn, çərəzlərdən istifadə olunurdu, bal istifadə olunurdu bu şəkildə, deyək ki, təbii bal filan. Bu şəkildə irəliləyirdik onu ilə. Və mən bunu əvvəllər hər hansı bir həkimə deyəndə Salihin də ciddi bağırsaq problemləri vardı və mən onu öz başına eləməmişdim. Yenə də həkimlə məsləhətləşib metabolizmasını necə dəyişdirə bilərik də, irəlilədə bilərik. Və orada əvvəllər məsələn hər hansı psixiatrla, nevroloqla fərqi yoxdur. Bunu müzakirə eləyəndə, yəni biz ümumiyyətlə imkan vermirdilər, yəni bu haqqda danışasan. Amma son dövrlərdə istər olduğum dünya çapında konfranslarda olsun, orada da həkimlər gəlir, iştirak eləyir. İstər bugün Azərbaycanda olsun, sanki bunu danışanda biraz həkimlərin yanaşmasında bir yumşalma görürəm. Yəni əvvəlki kimi kesin şeylər qoymurdu bizə, sərt təpkilər vermirlər artıq. Daha biraz ola bilər, yəni burada da bu kömək eləyə bilər, amma bu hallarda, amma əvvəllər bunu eşidə bilmirdik. Məsələn, mən hardasa bir 10 il bundan qabaq hər hansı bir psixiatra heç bunu sual versəydim, yəni necə deyirlər, uşaq kimi azarlanardım, belə deyim. Yox, mən bunu başqa cürə deyim sizə də. Düşünün ki, bir məsələnin, məsəl üçün biz tutaq ki, biz bilirik ki, 2 vur 2 bərabərdir 4-ə. Biz əgər biz 2 vur 2-ni bərabərdir 4 olduğunu biliriksə, tutaq ki, bizə bir verirlər ki, belə bir aksiyon var, 2 vur 2 bərabərdir 5-ə. Var əslində elə bir. Bunun zəhmət olmasa, bəli, elə ona görə deyirəm. Və bunu məsəl üçün nə etmək lazımdır? Bunu deməli aşkarlamaq lazımdır, bunu tapmaq lazımdır. Bunun üçün nə etmək lazımdır? Artıq 2 vur 2-ni bərabərdir 4-ə hakim olan biri və riyazi təsəvvürü fərqli formalaşan biri, onu 2 vur 2-nin 5-ə bərabər olacaq bir ehtimalını quraraqdan müəyyən aksiyon və oradan belə deyək də bir fərqli yönlərdən yanaşaraqdan gətirib bir ora çıxarda bilir bunu. Demək istədiyim odur ki, yəqin ki, əvvəllər autistik spektrum pozuntusunu biz bu qədər yaxşı bilmədiyimizə görə, yəqin ki, bizə də qısa ancaq çərçivələr gərək idi ki, biz cəmaata daha doğru maarifləndirək. Çünki həmən dönəmlərdə bəli, ola bilər dediyimiz zaman, düşünsənizə, hər kəs birdən-birə həmən o glutensiz və kazensiz bir qidalara istifadə keçərdi. Onda da çox pis bir şeylər. Çünki sən bir uşağı ancaq keçirdə bilmirsən, axı sən bütün ailəni keçirirsən. Və nə ediriksə, bunu həkim nəzarət altında eləməliyik. Mən o valideyndən eşitdim, bu valideyndən eşitdim, bu olmaz. Zaten ailə üçün, belə deyək də, çətinliyi olan bir uşaq, birdən-birə bir də qidada olan çətinliyi, zaten qidada seçici olan bir uşaq, bir də düşün, həmən seçiciliyin yanında biz daha bir seçicilik təklif edirik. Yəni, bunun özü çox ciddi olaraqdan valideynlərin özlərini belə bir obsessiv bir dönəmə apara bilərdi. Ona görə hal-hazırda isə bütün dünya ona gedir ki, hər bir autistik spektrum pozuntusu uşaq nə qədər bənzər, oxşar, eyni əlamətləri olsa belə dəyişməyən iki istiqamətdə sosial-emosional inkişaf, stereotip davranışlar təkrarlanan, amma buna baxmayaraqdan, yəni bunlar ikisi dəyişməsə də, amma hər bir autistik spektrum pozuntusu uşaq individualdır. Hər bir böyüyən uşaq, hansı ki yetişkin olur, onlar artıq formalaşma üslubu, onun ailə üslubu, nə bilim, bu hər şey daxildir. Qidası, evdə qulaq asılan musiqi, evdə baxılan filmlər, ailənin bir-birindən ünsiyyət üslubu, ananın məsələn xarakter tipi, nənə baba evdə yaşayırsa, yoxsa dar kiçik bir ailələrdilərsə, nüvə ailələrdilərsə, yoxsa yəni o qədər bu faktorlar artıq genişlənir ki, ona görə bir dönəmdən sonra artıq məsəl üçün buna da diqqət edin demək artıq daha rahatdır. Okeymi? Amma yenə deyəm, əvvəlki kimi o cəmaatı bir xaos aparmaq ki, bu ola bilər. Yəni bir cəmaatı doğru olmayan bir istiqamətə aparmaq, yəni bu doğru olmazdı. Təşəkkürümü bildirəm sizdə. Podkastda sizə uğurlar arzuluram. Məncə çox maraqlı və çox gözəl olacaqdı. Çox sağ olun. Yəni davamlı olsun. Çox sağ olun, minnətdaram. Bizi dinlədiyiniz üçün təşəkkürümüzü bildiririk. Növbəti podkastlarda görüşmək ümidi ilə. Təşəkkürlər hamınıza izlədiyiniz üçün.